Hoş gördük əziz izləyicilər. Bu günləri Mövsümün ən sevimli yeməklərindən olan 3 bacı dolmasını hazırlayırıq. İşimizə tərəvəzləri yuyub təmizləməklə başlayırıq. İçərisi təmizlənib yuyulmuş biberləri üz aşağı formada düzürük ki, içərisində su qalmasın. Daha sonra badımcanları tən orta hissəsindən kəsik açırıq. Sonra isə həmin hissəyə duz vururam ki, badımcanın acısı çıxsın. Hazır qiyməyə soğan və duz əlavə edirəm. 200 qramlıq stəkanın yarı hissəsindən də su əlavə edib qaynamağını gözləyirəm. Pomidorun içərisini təmizləyirik, tumlarını tamamilə çıxardırıq. Daha sonra mən bunu atmıram. Onu blenderdə çəkib qiyməyə əlavə edirəm. Bu da xüsusi dad verir ona. Bəziləri bunu dolmanı bişərkən üzərinə əlavə edir. Amma mən belə sevdiyim üçün bu cür elədim. Siz də bu cür sınaqdan keçirə bilərsiniz. Dadını bəyənsiniz. Yəni bu cürünü hazırlaya bilərsiniz. Dolmanın içliyinə zövqə görə ədviyyatlar əlavə edə bilərsiniz. Mən burada 2 qaşıq istiot və şirin biber əlavə edirəm. Bu arada ətə qırmızılıq verən elə o pomidorun suyudur. Badımcanları daha sonra qaynar suda pörtürəm və onları soyuq suya əlavə edib içinin tumlarını çıxartıram ki, acılığı tamam geçsin. Bu dolmanın olmazsa olmazı reyhandır və içliyə onu əlavə edib başlayıram dolmalarımı yığmağa. Dolmaları yığarkən tərəvəzlərin içərisinə duz vururam. Mənim 3 bacı dolmasında ən çox sevdiyim tərəvəz badımcan və biberdir. Və sizin ən sevdiyiniz tərəvəz hansıdır? Onu şərhlərdə yazıb fikrini bizimlə bölüşməyi unutmayın. Dolmaları tavaya yığdıqdan sonra stəkanın 1/3 qədər su əlavə etmək kifayətdir. Budur, artıq dadına doyum olmayan 3 bacı dolmamız hazırdır. Əgər videonu bəyəndinizsə, bəyən düyməsinə basıb abunə olub yaxınlarınızla paylaşsanız sevinərəm.